Biri sürmək üçün yaradılıb, digəri isə oturmaq üçün. Biri adrenalin verir, digəri isə təzyiqini salır. Bu iki avtomobil markası bütün dünya yollarında krallıq uğrunda savaşırlar. Verilişin sonunda isə siz qərar verəcəksiniz. Bu iki avtomobillərdən hansı bu yolların kralıdır? Bəli, beləliklə Mercedes 2014-cü il 2.2 CDI mühərrik və BMW F10 2014-cü il istehsalı 2 Twin Power turbo mühərrik. Mən Marat Namazov, start-stop verilişinin start düyməsini sıxıram. Mercedes sürənlər yaşını göstərmək istəyənlərdir. BMW sürənlər isə yaşamaq istəyənlərdir. Əsas məsələ nədən ibarətdir? Ondan ibarətdir ki, hər sürücünün öz xarakteri və öz istəkləri var avtomobildən. Bugün hər iki avtomobilin bütün texniki parametrlərini və interyer, eksteryer və sürüş testlərini edəcəyik. Siz qərar verəcəksiniz. Hansı sizə daha yaxın? Hal-hazırda gördüyünüz bu avtomobillərin hər ikisi restyling modellərdir. W212 2014-cü ildir və bu avtomobil 2013-cü ilin ortalarından artıq restyling olundu və gördüyünüz ənənəvi dörtgözlərdən çıxdı. Axır ki, Y-Class seriyası. F10 modelində də həmçinin restyling 2014-cü ildən başladı təqdim olunmağa və bu təqdim etdiyimiz avtomobil də 2014-cü il restyling olunmuş modeldir. 2 Twin Power Turbo, 245 at gücü, W212 170 at gücü, 2.2 tanınmış CDI dizel mühərrik. F10'un torku 350 Nm, Y-Class'ın torku isə 400'dür. Hər iki avtomobilin 0-dan 100'ə sürətlənməsi F10'da 6,2 saniyə, Y-Class'da isə 8,5 saniyəyə olur. Çəki olaraq isə F10 düz 100 kiloqram Y-Class'dan daha yüngül. 1600 kiloqram F10, 1700 kiloqram isə Y-Class'dır. Pillələr qutusu F10 8 pilləli avtomat sürətlər qutusu ilə təchiz edilib, Y-Class isə 7 pilləli 7G Tronic sürətlər qutusu ilə. Yanacaq sərfiyyatlarını, yəni avtomobil saz olan vaxtda yanacaq sərfiyyatı bax bu şəkildə olmalıdır. Şəhər içi F10'da 10-11 litr, Y-Class'da isə 6,5-7 litr. Magistralda isə F10 6-7, Y-Class isə 4,5-5,5 litr dizel yandırır. Qarışıq rejimlərdə isə F10 8-9, Y-Class isə 5,5-6,5 litr dizel işlədir. Mercedes sürücüləri status qazanır. BMW sürücüləri isə cərimə. Bunu mən demirəm. Çox ağıllı bir adam deyil. Zərif gözəlliyi və premium incəliyi özündə birləşdirən Mercedes Y-Class baxaq kapotun altında nə gizlədib? Azərbaycanlıların bəyənmədiyi, bütün dünyanın milyonluq mühərrik dediyi OM 651 mühərrik, 2.2 dizel. Ümumiyyətlə, həm BMW F10'da, həm Y-Class'da hansı mühərriklər daha yaxşıdır? Detallar nədir? Necə istifadə edilməlidir? Hansı yağ əlavə edilməlidir? Bütün bunlar haqqında Rəşad Usta ətraflı məlumat verəcək. Sadəcə onu demək istəyirəm ki, bu boyda mühərrikin içində cəmi 170 at gücü gizlənir. Bu qədər. Avtomobil avantgard olduğu üçün burada LED Intelligent Light System, yəni ağıllı adaptiv LED fənərlər, krustalla bəzədilmiş qaşın üst hissəsindəki xüsusi ədəd-ədəd bir-bir ledlər burada öz əksini tapır. Mercedes'in ənənəvi logosu həm də kapotun üzərində sinxron öz əksini tapır. Avtomobilin radiator barmaqlıqları kifayət qədər havanın dövr edilməsi üçün həm böyük mühərrikin bu hissəsində, həm kiçik mühərrikin alt hissəsində yerləşib. Bundan əvvəlki avtomobildə, yəni restylingdən öncə
yəni 2013-cü ilə qədər avtomobil hələ də dörd göz anlayışından çıxmamışdı. Hələ də o dediyimiz paxlava gözlər iki hissəli faralardan ibarət idi. 2013-cü ilin ortalarından artıq E-Class restylingə getdi və gördüyünüz kifayət qədər də faralar gözəlləşib. Nəinki faralar, həm də ön bamper və ön radiator barmaqlıqları. Avtomobilin önündən çox danışmaq istəmirəm, yan hissəsinə keçək. Burada bizi qatlanan 2 ədəd Mercedes-in öz stilistikasına aid yan güzgülər qarşılayır. Hansı ki biz bu güzgü dizaynlarını hətta əfsanəvi G-klasslarda da görə bilirik. Dizayn demək olar ki dəyişmir. Açarsız daxil olma var avtomobildə. Hazır. Hal-hazırki avtomobillərdə və qapını açan anda hiss elədiyim hissi ötürmək istəyirəm sizə. Hal-hazırki avtomobillərdə, istər Çin avtomobillərində, istər Koreya və Yapon avtomobillərində bax bu keyfiyyəti, bu qapı ağırlığını və bu kipliyi hiss edə bilmirsən. Yəni, həqiqətən də əsl o ağır avtomobil sürmək istəyən sürücülər var. Onlar bu avtomobillərdən çıxa bilmirlər. Çünki avtomobili hiss eləmək üçün sən həqiqətən də onun ağırlığını da hiss eləməlisən ki, sən hal-hazırda Mercedes-ə oturmuşsan. Yəni, sən Mercedes-in qapısını açırsan. Keçək avtomobilin arxasına. BMW Adrenalin. Mercedes isə rahatlıq axtaranlar üçündür. Amma unutmayın ki, BMW-də axtardığınız adrenalin heç də təhlükəsiz deyil. Rahat. Yəni, ehtiyac yoxdur da. Özü. Özü bu işi görür sənin yerinə. Vəssalam. Burada 540 litrlik çox böyük bir bagaj var. Ehtiyat təkər var və ikinci akkumulyatorla təchiz edilib avtomobil. Yəni bu modellərdə 2 akkumulyator yerləşir. Amma burada nə gözləyirdim? Düymə. Vurum ki bu bağlansın. Bu düymə yoxdur. LED stop fənərlər restyling modeldə də dəyişilib və burada gecə yananda həqiqətən də çox gözəl görüntü verir bu LED fənərlər. Avtomobil dizel mühərrikdir və yanacaq çənində müəyyən informasiyalar var. Yəni yanacaq çəninin qapağında. Amma mən başa düşə bilmirəm, bu köpək balığının bu hissəsi, bu nə deyirsiniz buna? Hər bir söz deyir bu hissəyə. Həm Mercedes, həm BMW bu məsələdə də bir-birlərinə rəqibdilər və hər ikisi də bu detalı təkrarlayır, hərəsi başqa dizaynlarda. Bitdi Mercedes E-Class'ın eksteryer incələməsi. Mercedes-in ənənəvi açarı. İl olub 2014 bu avtomobili istehsal eləyəndə start-stop da var avtomobildə, amma yenə də açarın dizaynı dəyişmir ki, dəyişmir. Deməli, multi-sükan avtomobildə lazım olacaq. Demək olar ki, həm multimediyanı, həm deməli, telefon danışıqlarını, hər bir şeyi sükandan idarə etmək olur. Airbag sükan da təbii ki var və əsas məsələlərdən biri E-Class-ı premium göstərən taxta işləmələr, yəni taxta materiallar. Bu klassik modellərdə belə gəlmir, avtomobil avantqarddır deyə mebel işləmələrlə işlənilib. Analog saat Mercedes-in əsas göstəricilərindən biri, amma premium modellərində. Burada bir joystick var, hansı ki monitoru idarə etmək üçündür. Eko və sport rejimlər də bir düymə ilə idarə edilir bu avtomobildə. Ciblərdən ibarətdir avtomobil. Konkret olaraq bütün əşyalarınızı qoymağa avtomobildə yer tapa bilirsiniz. Dirsək altı nənəmin sandığı,
kifayət qədər genişdir deməzdim, amma balaca da deyil. Bu hissədə. Yəni o qədər də böyük də deyil, amma burada belə bir hissə var. Hansı ki yerdə qalan dəftər və yaxud da digər başqa ləvazimatları da bu hissəyə qoymaq olur. Start-stopla təchiz edilib avtomobil, amma bu avtomobillərdə, yəni bu illərdə start-stop olmayanlar da var. Təbii ki, bu avangard model olduğu üçün start-stopla təchiz edilib. Aha, işıqlar ənənəvi digər Yapon və Çin avtomobilləri kimi, Kore avtomobilləri kimi işığın üzərində düymə, yəni düymə daha doğrusu işığın üzərində deyil. Buradan idarə edilir. Mercedes-in ənənəvi sistemidir və lük. Bu modellərdə bir neçə fərq var dəri mövzusunda. Bəzilərində eko dəridən istifadə edilib, yəni bildiyimiz dermantin. Avangard modellərdə isə əsl dəridən istifadə edilib, yəni hal-hazırki avtomobildə əsl dəridən istifadə edilib. İstər sükan, istərsə də bütün salon. Hər biri əsl dəridən istehsal edilib və avtomobil kifayət qədər yumuşaqdır. Yəni bu hissə kifayət qədər yumuşaqdır və nəzərə alsaq ki 11 ilin avtomobilidir, amma kifayət qədər də səssizdir. Yəni bunu sürüşdə də yoxlayacağıq, amma kifayət qədər səssizdir və bunu mikrofonu çıxardım göstərim. Yəni demişdim ki avtomobildə əşyalarınızı qoymaq üçün kifayət qədər yerlər var. Onu da göstərmək istəyirəm. Yəni burada düşünmürəm ki ikinci telefonu gizlətmək olar, amma ikinci nələrisə gizlətmək olar. Bundan əlavə görürsünüz ki sürətlər qutusunun konsolunu burada görmürük. Mercedes bunu əlimizin altına yerləşdirib artıq və buradan sürətlər qutusunu idarə etmək olur. Sürətlər qutusunun pillələrini keçirmək üçün bu düymələrdən istifadə edirik və silgi silənlərimiz bu hissədə və cruise kontrol isə burada öz əksini tapır. Yəni hər bir şey əlimizin altındadır. Gələk mənim ən sevdiyim hissəyə. Oturacaqların deməli yaddaş paketi var. Təbii ki 3 hissədən ibarət, yəni 3 paketdən ibarət. Bundan əlavə oturacaqların hərəkətləri, tənzimlənməsi elektrondur. Hər 3 hissə və bunu da bu şəkildə idarə edə bilirsiniz. Çox rahat. Avtomobil premium segment olduğuna görə demək olar ki hər şey elektrondur. Bir tək şeydən başqa. Mercedes bu işıq tənzimləyicilərini, yəni işığı bunu qardaş dəyişmək istəmir ki, dəyişmir. 2014-cü il və bu şəkildə işıq tənzimləyicilər. Əsas məsələ deməli bu pəncərələrin düymələrinin əl səviyyəsində olmasıdır. Bir çox avtomobillərdə fikir vermişəm, sürücü üçün çətinlik yaradır bu. Bəzən bura qoyurlar, bura yerləşdirirlər. Bəzi avtomobillərdə bu hissələrdə yerləşdirilir. Mercedes bunu da düşünüb və kifayət qədər mən indi tənzimliyim oturacağımı özümə uyğun. Aha, mənə uyğundur və rahatlıqla, hətta düymələrə baxmadan da bu vacib detalı, daima sürücünün istifadə etdiyi bu vacib detalı mən idarə edə bilirəm. Güzgülərin idarə edilməsi var burada, qatlanması var və ümumi qapı pəncərələrinin bloklanması düyməsi var. Avtomobilin qapılarının bloklanması və açılması. Ön oturacaqları mən öz ayaq məsafəmə uyğun tənzimləmişəm. Burada qalan məsafəni görürsünüz. Ümumiyyətlə premium avtomobil olaraq bu avtomobillər dünyanın müxtəlif ölkələrində, eləcə də Azərbaycanda dövlət orqanlarında və yaxud da belə deyim, hansısa böyük şirkətlərin müdürlərində istifadə olunan bir avtomobil olduğu üçün arxa oturacaqlarda xüsusi komfort var. Amma bu avtomobillər
3 nəfərlik görünsə də mənə görə 2 nəfərlikdir. Niyə? Səbəb nədən ibarətdir? Arxa çəkən olduğu üçün bax bu tunel imkan vermir ki, 3-cü nəfər burada rahatlıqla əyləşsin. Bax belə bir hal vəziyyət yaranır və bu düşünürəm ki, belə də otursa sağda və solda oturan sərnişinlərə mane olacaq. Ona görə də düşünürəm ki, bu avtomobil 3 nəfərlik olsa da əslində 2 nəfərlikdir. Deməli, burada bizim bir 12 voltluq çıxışımız var. Burada külqabıdır. Mercedesdə ənənəvi olaraq külqabı mütləq olur və hava istiqamətləndiriciləri cib hiss olunur ki, həqiqətən də burada dəridir də, yəni bu keyfiyyətli dəridir. Ciblər də kifayət qədər geniş, yumuşaq və rahat arxa salon. Burada nədən gedir söhbət? Arxa oturacaqların da isidilməsi var. Bəli, öncə dediyim kimi bu avtomobil dövlət orqanlarında və müdürlərin istifadə etdiyi bir avtomobil olduğu üçün, həm də premium avtomobil olduğu üçün arxalar heç vaxt unudulmur. Öndə qızdırıcılar varsa mütləq arxalarda da olmalıdır. Açarın özünə hazırlanmasına, estetikasına, rəng çalarlarına olmasa bir 5 dəqiqəlik veriliş hazırlamaq olar. Gördünüz Y-Class-ın açarını. İndi isə F10 M Sport paketə yığılmış elə açarı da dəyişiblər. Həqiqətən də çox gözəldir və estetikdir. Radiator barmaqlıqları, təbii ki, hər şeyi söndürsək və yalnız bu radiator barmaqlıqlarını göstərsək, bəs eləyir ki, söhbət hansı avtomobildən getdiyini biz anlayaq. Bu hissədə də radiator barmaqlıqları davam edir və bu da havalandırmanı tam olaraq təmin edir. Mələk gözlü bir dizaynın içində 2 Twin Power mühərrik gizlənib. 245 at gücü və məncə bu mühəndislər artıq nəyin hara yığdığını, nəyi hara yığacaqlarını daha doğrusu çox gözəl biliblər. F10-un mühərrikxanası Y-Class-ın mühərrikxanasının daha səliqəli və daha cazibədar görsənir. Y-Class-da olduğu kimi açarsız giriş, vəssalam. Aha, qapı. Sənə artıq məlumdur ki, sən Alman istehsalı avtomobilin qapısını açırsan. Kifayət qədər ağır və kifayət qədər də kipdir. Eynən arxa qapıda da açarsız daxil olma var burada. Hətta bağlandı. F10-un arxası tam olaraq bu sport avtomobilinin nə olduğunu, necə olduğunu, necə olmalı olduğunu bizə göstərir. Amma məsələ tək sportda deyil ha. Sport amma həm də şəhər avtomobili olduğunu bizə göstərir. Burada bir mənim sevdiyim Y-Class-da olmayan F10-da olan bir hissəni göstərmək istəyirəm. Bagajın avtomatik olaraq bir düymə ilə bağlanması. Bu həqiqətən də vacib bir detallardandır. Vəssalam. Nə əlin çirklənir, nə bir şey. İndi mən burada bagaj həcmini göstərmək istəyirəm. Y-Class-dan daha kiçikdir bagaj həcmi. Burada bizdə akkumulyator yerləşir. Vəssalam. Başqa bir şeyimiz yoxdur. Və Y-Class-da göstərdiyimiz Akulanın əsli. Budur o.
Yanacaq çənində burada bir qeyd var. Premium, yəni yanacaq tələbi premiumdur F10-un. Amma minimal tələb 89. Yəni baxın da premium əslində əlavə edilməlidir bu avtomobil, amma 92 ilə də premium olmadığı halda sürmək olar, amma daimi sürüş əslində o qədər də xoşa gələn deyil bu avtomobildə. F10-un səsi. Səs boğucudan. Zəhmət olmasa işə sal. Qaz ver. Və bu səs səni şəhərdə Y-klass sürücülərindən fərqləndirir. Əsas məsələ budur F10-da. Stop fənərlər. Gecə görüntüsü bunların çox gözəldir. LED-dir. Və işıq qaytarıcılar, park radar. Əsas məsələ səs idi, onu da sizə göstərdim. Multisükan və düymələr hər biri öz yerində. Y-klassda necə demək olar ki, bunda da eyni təkrarlamaq istəmirəm. Sadəcə olaraq bizim monitor və elektron alətlər panelimiz var burada. Monitorda çox informasiyaları verməyəcəm. Əsas informasiyaları buradan verəcəm. CD changer, kondisioner və sağ-sol oturacaqların isidilməsi var avtomobildə. Y-klassdan fərqli olaraq bu avtomobilin sürətlər qutusu ötürücüsü buradadır, əlimizin altındadır. Mən adətən bu tip avtomobillər idarə etdiyimə görə mənə belə daha rahatdır. Y-klassa o qədər də öyrəşə bilmədim. Nə yalan deyim. 3 rejim var burada. Sport rejim, komfort rejim və Eco Pro rejimi. Daha sonra Auto Hold, ələyləci. Nənəmin sandığı, nənə artıq özünü Y-klassa oxşadıb. Bilmirəm, bu mu özünü Y-klassa oxşadıb, yoxsa Y-klass mı özünü F10-a bənzədib. Çox kiçik bir yeri var. Yəni, nənə bu hissə ilə qız ərə verə bilməz. Yəni, bu sandıqla qız ərə verməzlər. Külqabı Almanların olmazsa olmazı. İstənilən avtomobillərində demək olar ki, külqabı var. Stakanları, suları qoymaq üçün yer. Y-klassdan fərqli olaraq bu avtomobildə ciblər azdır. Yəni, oturacaqların altında ciblər yoxdur. Bu hissəni göstərim. Bu da o qədər də böyük deyil, kiçik ölçüdədir. Və əsas məsələlərdən biri şüşə qaldırıcıların əl məsafəsində yerləşməsi. Bu, hətta Y-klassdan da rahatdır F10-da. Rahatlıqla 4 şüşə qaldırıcı, güzgülərin tənzimlənməsi, amma oturacaqların yaddaş paketini çox uyğunsuz bir yerə qoyublar F10-da. Yəni, mənim dizimin yanındadır. Yəni, düzdür, bu hər dəfə istifadə edilən deyil, amma çox yaxşı olardı ki, burada olardı, burada görsənərdi, burada əlimizin altında olardı. Qaldı ki, oturacaqların elektron tənzimlənməsinə, o da Mercedes-dəki kimi burada deyil, burada daha rahat idi. Oturacaqların tənzimlənməsi oturacağın elə altındadır, yəni yanında yerləşir. Start-stop düyməsi, təbii ki, söhbət F10-dan gedir. Və lüku göstərim. Böyük deyil o qədərdir, elə təxminən Y-klass qədərdir. Oturacaqlar dəyişilib, açığı dəri olub olmadığını seçə bilmirəm. Əsas məsələlərdən biri mənim ən çox bir avtomobildə axtardığım head-up display. Yəni siz gözünüzü çəkmədən, yoldan gözünüzü çəkmədən, alətlər panelinə baxmadan sürəti buradan tənzimləyə bilirsiniz. Bilmirəm, kameralarımız göstərə biləcək bunu sürüş zamanı yoxsa yox, amma rahatlıqla görmək olur. Keçək avtomobilin arxa hissəsinə, baxaq burada oturacaqlar necə rahatdır yoxsa yox.
Avtomobilin arxasında əyləşdim, önünə keçmək istəmirəm. O dərəcədə komfortludur. Məsafəni görürsüz, mənim göstərməyimə heç ehtiyac da yoxdur. Dirsək atlıq bu Y-klassda da var idi. Burada belə bir hissə də var, hansı ki siz bəzi əşyalarınızı, kiçik əşyalarınızı burada saxlaya bilərsiniz. Aha, amma eynən Y-klassda olduğu kimi bu avtomobildə arxa çəkən olduğuna görə burada bu paneli görə bilirik və mənə görə bu avtomobil arxada 2 nəfər əyləşmək üçün. Eynən Y-klassda dediyim kimi. Ciblər, yəni standart. Bir də uşaqlı sürücülər üçün belə bir hissə var burada. Uşaqların kreslolarını bura keçirmək üçün bu Y-klassda da var idi. Və salam, Alikantar dam çəkilib avtomobilə, ümumiyyətlə bu hissələrə də. Yəni bu sonradan olunmuş işlərdir, amma Y-klassdan fərqli olaraq bu avtomobildə arxa oturacaqların isidilməsi yoxdur. Burada yalnız bir düymə var, o da pəncərələrin endirilib qaldırılmasıdır. Vəssalam. Anons etdiyim kimi bugün avtomobillərin əsas texniki tərəflərindən bizə danışacaq avtomexanik Rəşad Usta. Xoş gəlmisiniz Rəşad Usta. Çox sağ olun Murad bəy, təşəkkür edirəm. Bizim bu avtomobillər hansılar ki, başı bəlalı, Azərbaycanda başı bəlalı. 651 mühərrik və N20 F10'ların üzərində duran mühərrik barəsində mənə ətraflı məlumat lazımdır ki, ən azından bu materiala baxan sürücülər başa düşsünlər ki, hansını almalıdırlar və yaxud da ümumiyyətlə bu avtomobilləri almalıdırlar. Əslində hər ikisi Azərbaycanda yetərincə populyar və sevilən modellərdir. Model 2010-17 aralığında buraxılıb. Bundan sonra bunu yeni seriya əvəz etdi. C adlandırılan seriya. Hal-hazırda F10'dan söhbət edirik. 2013'ün axırı, yəni 14'də artıq restyle təqdim olundu. Restyle'da adətən çöldən facelifting olunur, amma texniki müdaxilələr də oldu. Bu avtomobilin üzərində N20 mühərrikdir, N20 mühərrik. Avtomobilin arxa hissəsində 528 qeyd olunsa da, əvvəllər biz o qeydi görəndə düşünürdük ki, 2.8 motordur, 2800 kub santimetrlik. Amma burada 528 qeyd olunsa da, 2000 kub santimetrlik 245 at gücünə cavab verən bir mühərrikdir. Mühərrik ilk dövründə restyle'a qədər tam uğurlu alınmadı. Sıxılma ədədi 11 olduğuna görə daha yüksək aktanlı yanacaq istədi bizdən. Aşağı aktanlı yanacaqla bir detonasiyalar yarandı. Zəncirdə uzanmalar baş verdi. Çünki müəyyən bir reqlamenti var. Hər 100 mindən bir yağ nasosunun zənciri və qaz paylama sisteminin zənciri dəyişdirilməlidir. Söhbət F10'dan və N20 F10, N20 mühərrikdən gedir. Məhz restyle'da və buna görə bir xeyli geri dönüşlər oldu. Hətta servisdə geri çağırım oldu. Həmin o qaz paylayıcı sistemin zəncirini dəyişməklə bağlı o Amerikada baş vermişdi. Amma 2014'dən sonra bu artıq modifikasiya olandan sonra demək olar ki bu problem aradan qalxdı. Yəni F10 modelində. Fərq nə oldu? Porsche'lərin belə deyək, strukturası dəyişdirildi. Porsche'lərin aşağı yataq hissəsi dəyişdirildi. Bu da sıxılma ədədi düşdü aşağı, 11-dən 10'a. Aşağı aktanlı yanacaqla da rahat işləyə bilir artıq. Pillələr qutusunda demək olar ki problem yoxdur. ZF şirkətinin 8 pilləli, hansı ki tək bu modeldə yox, bir neçə digər markalar da o pillələr qutusundan istifadə edir və yetərincə həqiqətən özünü doğrulmuş pillələr qutusudur. Arxa çəkən modeldir, yəni ön McPherson'dır. Yəni alt işlək hissələrdə bir qlobal problemləri yoxdur. Əsas xərc aparan nədir? Bu nəinki buna bütün yeni modellərə şamil olunur. Ön işlək hissələrdə artıq alüminium qollardan istifadə olunur və bəzən görürsünüz siz hansısa bir detalı dəyişmək üçün onu dəyişə bilmirsiniz. Onu tam komplekt şəkilli dəyişməlisiniz. Bu da sürücüyə... Bu Y-klassa da aid. Hər ikisinə aiddir. Yəni ön askı sistemindən biz danışırıqsa,
bu modeldə nəyi deyirəmsə, eynən də Y-Class-da da eyni mövzulardır. Onda da arxa çəkəndir, ön hissə McPherson'dır. Yəni bir-birinə həm rəqibdir, həm oxşar sistemlərdən istifadə edirlər. F10-un üzərində bəzi bir yanlış məlumat var, hətta ustaların da verdiyi yanlış məlumatdır. Bu mühərrik N20 adlanır və bir çox adam düşünür ki, Restyle'dan sonra bunun üzərində N26 mühərrik gəlib. Hətta ustalar da belə məlumat verir. Amma onu bildirim ki, N26 mühərrik 5-ci seriyada istifadə olunmayıb. 5-ci, 4-cü və 3-cü seriyada istifadə olunub. Bunun restyle olunmuş variantı, bayaq dediyim modifikasiya olunmuş mühərriki N26-dır deyə düşünürlər. Amma bu yanlış məlumatdır. Bu modellərdə N20-dir və gələcəkdə artıq C seriyasına keçdikdə yeni modelə o B mühərriklərlə əvəz olunub. Amma bu avtomobildə N26 mühərrik yoxdur, gəlməyib. Keçək digər avtomobilə, Y-Class modelinə. Y-Class-da hal-hazırki bu test elədiyimiz avtomobildə 10651 adlanır, dizel mühərrikidir. Bunların vaxtında soyutma sistemini, soyutma radiatorunu dəyişmək lazımdır. Yağın soyutma radiatorunu. Onu dəyişməyəndə nə baş verir? Mühərrikin yağı normadan artıq qızır, artıq içlikləri qoruya bilmir. Resursunu itirir. Və bu da mühərrikin dağılmağına gətirib çıxardır. Əslində düzgün texniki qulluğu olunsa, dünya təcrübəsinə baxsaq, hətta 1 milyon gedənləri var. Düzgün qulluq olunarsa. Düzgün yanacaq, düzgün yağ, düzgün soyutma mayeləri, bundan resursunu artıra bilirik. Bu qədər. Bəs Y-Class-ın sürətlər qutusu 7G Tronic. 7G Tronic'dir. Bunlar da 2010-cu ildə modifikasiya olundu, həmin 7G Tronic. 2010-un 6-cı ayında. Hətta yağ tələbi də dəyişdi. 236-14-dən 15-ə keçid elədi həmin şirkət. Aktual problemi bir elektron problemidir. Plata adlandırılır bu. Və bu da böyük bir xərcə gətirib çıxardır. Hardasa 1000 manatın üzərindədir. Onun səbəbi də nədir? Yağı zamanında dəyişməmək. Yağ vaxtında dəyişilməyəndə temperatur həddi artır və bu da elektron hissəni xarab edir. Əsas aktual problemi budur. Yəni bu iki avtomobilin pillələr qutusuna baxdıqda F10-un üzərində olan daha dözümlü olacaq, nəinki Y-Class-ın üzərində. Amma bunların müqayisəsində mühərrik baxımından Y-Class-ın mühərriki xərc baxımından F10 modelini üstələyəcək. Bir də Y-Class-da 651 mühərrikdə SEP məsələsi, ona da toxunaq. O da sürücülərə maraqlıdır. Zəncir məsələlərinə gəldikdə F10-un zəncirini dəyişmək rahatdır. Siz onu hətta avtomobilin üzərində də dəyişə bilərsiniz. Dediyim kimi 100-150 min aralığında bu dəyişilməlidir. Burada hətta yağ nasosunun zənciri də dəyişilir. Bu məsələ axirdir. Amma Y-Class-ın zənciri mühərrikin arxa hissəsində olduğuna görə artıq mühərrik çıxmalıdır. Bu da nə deməkdir? Usta xərcini ən azı 3 qat artırır. Belə bir problem. Bu da 100 mindən bir dəyişilməsi vacib olan bir hissədir. 100 min qeyd olunsa da təcrübə göstərir ki, 150-200 minə qədər yəni dəyişməmək olar. Kənar bir səs eşitməmsinizsə, diaqnostika vasitəsindən bir alışma bucağının dəyişməyini, xətanı görmürsünüzsə, bunu biraz ertələmək olar. Okey, tutalım ki, mən zənciri gec dəyişdim. Nə problem baş verə bilər? Biz bunun daima nəyi düşünürük Marat bəy ki, zəncir qırılanda bizi nə gözləyir? Onu gözləyirik ki, klapanlar əyiləcək, mühərriki xarab eləyəcək. Yəni bu bizim tam mühərriki sıradan çıxmağına gətirib çıxacaq. Amma təsəvvür edin, zəncir uzanıb, amma qırılmayıb. Zəncirin uzanmağı nə deməkdir? Avtomobil hərəkət edir. Alışma bucağı artıq dəyişir. Klapanların zamanlaması dəyişir. Qeyri-müntəzəm çalışır mühərrik. Avtomobil qeyri-müntəzəm çalışır, mühərrikin resursu azalır və yanacaq sərfiyyatınız çoxalır. Bu da sizin bugünkü gündə sizə problem də yaratmasa, amma az miqdarda da olsa, yavaş-yavaş sizin yanacaq xərclərinizi artırmağa doğru gedir. Və bunu da biz vursaq 1000 kilometrə, 10 minə, 100 minə, bu elə gətirib o zənciri dəyişən zaman çəkdiyiniz xərcin hətta 2 qatı çıxır. Eyni problem F10-a da aid. Hər ikisinə aiddir. Hər ikisinə aiddir. Bəs mayelər mövzusunda Rəşad usta? Mayelər mövzusunda F10-da istifadə olunur 5 litr yağ,
Long Life 01 tələbindən yağ istifadə olunur. Bu köhnə tələbdir. Bu 2001-ci ilin tələbidir. Bəli. Baxmayaraq ki, avtomobil 2013-ün 14-ün avtomobilidir. Amma yenə o tələblə davam edirlər. 530 üzərindən. 530, bəli. Hər ikisində 530-dur. Tələbləri fərqlidir. F10-da BMW Long Life 01-dir. Y-klasın üzərində qurum süzgəci olduğuna görə, Avro 4-ə cavab verdiyinə görə və bu qurum süzgəci mövzusuna da toxunaq. Y-klasın üzərində olan mühərrik hansı ki dizel mühərrikdir. Şəhərin necə deyirlər bu asta rejimini sevmir. Bu avtomobilə bir sürüş lazımdır, bir tras rejimi lazımdır. Biz bunu daima tıxac rejimində istifadə edəndə nə olur? Yenə bizim xərclərimiz artır. Əksər sürücülərdə o regenerasiya vaxtı görəndə tüstünü avtomobili saxlayıb və söndürürlər. Amma əksini etməlidir. Marat bəy, regenerasiya əslində iki növ regenerasiya var. Aktiv regenerasiya, passiv regenerasiya. Passiv regenerasiya hər gün baş verə bilər. Siz onu elə idarə edirsiniz və o çox tüstünlə müşahidə olunmur. Yəni söhbət aktiv regenerasiya. Çünki istehsalçı da düşünür ki, aktiv regenerasiyanın şəhərdə qoşulmağına ehtiyacı yoxdur. Çünki o tüstünlə şəhərin ekologiyasını zəhərləməmək üçün bu əsasən avtobanda müəyyən alqoritm hesablayır ki, siz yarım saatdır stabil olaraq yüksək sürətdə hərəkət edirsiniz, dövrlər sayı sabitdir. Aktiv regenerasiya onda qoşulur. Onu da çox zaman sürücü görmür. Sürücü bunun bir tüstü kütləsindən də müşahidə etsə, təcrübəli sürücü bilir ki, hərəkəti davam elətdirmək lazımdır. Avtomobili söndürüb bu prosesi yarıda saxlamaq olmaz. Təşəkkür edirəm Rəşad usta. Siz sağ olun. Dizeldir. Gəlin bunu nəzərə alaq. Özünə görə yaxşı. 2.2 CDI, 170 at gücü özünə görə yaxşıdır. Bir də yoxlayaq. Belə. Yəni belə. Yəni bu avtomobildən sürət performansı gözləmək mənasız olardı. Əyləciləməni yoxlayacağam. %50 sürət və ənənəvi Mercedes əyləc gecikməsi. Bu avtomobildə də var. Yəni Yapon avtomobillərində, BMW-də, Ələxsusda alışdığımız o bu var. Bu yoxdur. İndi yəni yenə də düşünür Mercedes-in əyləc sistemi. Dairə və bununla da bitirək məncə sürüş testini. İndi dairəyə daxil olacağam və dönən anda yaxşı bir qaz verməyi düşünürəm avtomobilə. ESP dərhal öz işini gördü. Avtomobil qəti şəkildə sürətlənmədi. Qəti şəkildə. Dairə mükəmməl idi. Avtomobilin ESP sistemi ideal çalışır və həqiqətən də Mercedes təhlükəsizliyini hiss eləyirsən. Bu avtomobil sürət üçün nəzərdə tutulmayıb. Avtomobil premium segmentdir və status üçün nəzərdə tutulub. Mercedes hər zaman rahatlığı, premiumu və statusu düşünür. Baxın, burada belə bir funksiya var. Hansı ki siz çatdınız, sürdüm. Hal-hazırda sürətlər qutusu drive rejimindədir. Mən avtomobili saxlamışam və parkinqə keçirməyə ehtiyac yoxdur. Avtomobilin qapısını açan kimi avtomobil dərhal parkinq rejiminə keçir və bitdi bundan da. Yəni bu funksiya incə düşüncədir, düşünürəm ki. Mercedes fərqi.
Sürüş testindən söhbət gedirsə, əsas F10 üçün səbirsizlənirdim. Deməli, yerindən götürmə, əyləcləmə və sürətlə dairəyə daxil olma yol tutumunu test edəcəm. Bir də salonun səssizliyini. Başlayaq. Getdik. Woo! Yəni bu avtomobillər ümumiyyətlə sürətlə bağlı müqayisə edilməməlidir. Yəni F10 möhtəşəm dinamikaya sahib bir avtomobildir. Yerindən götürülməsi 5-5 və yumuşaqlığı da öz yerində. Səssizlik, salonun səssizliyi də öz yerində. Amma o yumuşaqlıq dediyim məsələ ki var, sürücülər məni anlayır. O məsələdə Y-klasa çata bilməz. Amma avtomobil gəmidir. İri və rahatdır. Yoxlayaq əyləcləməni. Görək bu sürətin qarşısını hansı formada alır əyləc sistemi. Amma mənim üçün F10'un əyləc sistemi Y-klasdan daha üstün olacaq. Çünki Y-klası test edəndə gördüm ki, ənənəvi məsələ də onlarda düşünür, əyləc düşünür. Yoxlayaq. Super. Super. Əla. Getdik. Möhtəşəm. Yəni söz gedə bilməz də. Söz gedə bilməz təhlükəsizlikdən. Sürət F10, komfort Y-klas, dinamika F10, status Y-klas. Mən bundan yenə də dövr etmək istəyirəm. Yəni avtomobildən ayrılmaq olmur, sürüşdən ayrılmaq olmur. Bir də dairə edəcəm. Dairə vurum və yenidən bu zövqə alın bu avtomobildən. Möhtəşəm. F10 mənim üçün sürüşdən 5 və 5 alır. Biri sürətdən danışır, digəri isə komfortdan. Biri statusdan danışır, digəri isə adrenalindən. Yolların kralı hansı avtomobil oldu, bunu artıq siz seçəcəksiniz. Mən Marat Namazov, start-stop verilişinin stop düyməsini sıxıram.